Salam, hörmətli izləyicilər. Bugün sizə Azərbaycanda hantavirus infeksiyası ilə bağlı aktual məlumatı təqdim edəcəyəm. Son vaxtlar sosial şəbəkələrdə bu mövzuda müxtəlif fikirlər dolaşır. Odur ki, məsələni rəsmi mənbəyə əsaslanaraq aydınlaşdıraq. Səhiyyə Nazirliyi açıq şəkildə bildirib ki, hazırda Azərbaycan ərazisində hantavirus infeksiyasına şübhəli və ya təsdiqlənmiş heç bir yoluxma halı qeydə alınmayıb. Nazirlik vurğulayır ki, bu virus ölkəmiz üçün endemik hesab olunmur və mövcud epidemioloji vəziyyət virusun yayılma riskinin aşağı olduğunu göstərir. Hantavirus nədir və necə yayılır? Bu virus əsasən siçan, siçovul və digər gəmiricilərin sidiyi, nəcisi və tüpürcəyi ilə təmas nəticəsində insana keçə bilir. Yoluxma adətən havaya qalxan toz vasitəsilə də baş verə bilər. İnsanlar arasında birbaşa yoluxma halları çox nadir qeydə alınır. Simptomlar hansılardır? Əgər yoluxma baş versə, ilk əlamətlər qızdırma, baş ağrısı, əzələ ağrıları, yorğunluq və bəzən quru öskürək şəklində özünü göstərə bilər. Ağır hallarda ağciyər və ya böyrək problemləri yarana bilər. Lakin xatırlatmaq istəyirəm ki, bu simptomlar bir çox digər xəstəliklərdə də ola bilər. Profilaktika ən vacib məsələ. Səhiyyə Nazirliyi əhaliyə sadə, amma effektiv tövsiyələr verir. Yaşayış və iş yerlərində gigiyena qaydalarına ciddi riayət edin. Ev və ətrafınızda gəmiricilərin məskunlaşmasının qarşısını alın, mütəmadi deratizasiya, siçan-siçovul mübarizəsi aparın. Köhnə evlərdə, ambarlarda, bağ evlərində və ya uzun müddət istifadə olunmayan yerlərdə təmizlik işləri apararkən mütləq maska və əlcək istifadə edin. Gəmiricilərlə birbaşa təmasdan qaçın. Nəticə, hazırki vəziyyət əhali üçün heç bir narahatlıq doğurmur. Epidemioloji durum müvafiq qurumlar tərəfindən daim nəzarətdə saxlanılır. Əgər özünüzdə və ya yaxınlarınızda narahat edici simptomlar hiss etsəniz, dərhal həkimə müraciət edin. Özünüzü və ailənizi qorumağın ən yaxşı yolu sadə gigiyena qaydalarına əməl etməkdir.